Bəh, canım ay Tovuz. Bu qara oğlana bax, bunun gəlişinə bax. Bəh, bunun bir sambalına bax, bunun bir duruşuna bax. Maşallah, maşallah. Özü də çox mərifətli oğlandır. Hər çərşənbədə, hər bayramda yazıb təbrik edib və deyib, Namıq müəllim necəsən? Fərhad baba necədir? Çox tərbiyəli uşaqdır. Mir Həsəndən fərqli olaraq, Humaydan fərqli olaraq, Akşi şəkildən fərqli olaraq, digər iştirakçılardan fərqli olaraq həmişə müəllimindən hal-əhval tutublar. Ona görə sağ olsun. Yaxşı, Mir Həsən, sən gündə bezirdin final vaxtı billə. Buyur. Çox sağlamlıq mən. Mən əvvəla sizi, dəyərli müsiblərimizi və gözəl ansamblımı salamlayıram. Mən əvvəla bizə dəstəksiz başda olmaqla bütün qohumlarım, oxuduğum Nizami rayon 272 ali məktəbin direktorları, müəllimləri, oxudum Süleyman Əsgərov adına bir nömrə uşaq incəsənəti müəllimləri və direktorların hamısını salamlayıram və mənə dəstək olduqları üçün onlara çox böyük minnətdarlığımı bildirirəm və mənim balaca bacılarım var. Onların da buradan Zərnişan və Aysu doğum günlərini təbrik edirəm. Zərnişan, Aysun. Biz də təbrik edirik. Oxuyasan da? Sən aşıqsan da, sən lal aşıq deyirsən ki, o da mikrofon var, get götür. Halal olsun. Bu elə belə aşıq deyil, bu. Eldan Tovuzlu, bu elə belə olan deyil, ha. Cavanşir müəllim, bu gələcəkdə bir gözəl bir aşıq olacaq, 100%. Çünki görürsünüz, maşallah, həm saç salır, həm oxuyur. Sərbəstçiliyi var. Gəl görüm. Özü Tovuz mahalı. Canım ay Tovuz. Tovuzları çox istəyirəm də mən. Azər müəllimi salamlayıram. Ağcabədi Sabir müəllim sizə təşəkkürünü bildirir. Rəhlə xanım sizə, Cavanşir müəllim. Deyir, Ağcabədiyə qonaq gələ bilərsiniz, amma karantindir. Karantindən sonra gedərik inşallah. Buyur. Alçaq qalxan, ulan qalxar, alçaq qalxan.
Sənin babanın adı nədir? Əmirxan baba. Əmirxan babanı salamlayıram. Əmirxan baba o qədər gözəl insandır ki, keçən dəfə deyir ki, Namiq müəllim, necə lazımdır mənim nəvəmə dəstəyəm. 3 aylıq, 5 aylıq dedi mən pensiyamı ona SMS vurmağa hazıram. Belə Görək də görə Əmirxan baba neyinəcək bugün. Amma ifası gözəldir balamızın. O mən bayaq söz dedim, Namiq müəllim, o təsdiqini tapır. Yəni, uşaqlar neçə vaxtı oxumurlar. Səsdə bəli olur. Bəli. O da onda problemi yoxdur. Əsas odur ki, həvəs var. İnşallah bu sənətə gəlmək üçün həvəs var, inan var. Eşq olsun, gözəl balamız. Uğurlar sənə. Və sizləri yenə çağıracam arada, qonaq olasınız xoş ovqatda inşallah. Aşıq Elcan, Tovuzlu, gəl. Təbrik edirəm Elcan səni də, təbrik edirəm. O diplomlardan gətirin, gedəndə verəcəm sizə. Götürün o diplomlardan gətirin. Mən səni təbrik edirəm Elcan, uğurlar sənə. Sən sözün əsl mənasında həm gözəl oxuyursan, həm şirin balasan, həm də ən əxsus da aşıq sənətindən, saz sənətindən məşğul olursan, bu da mənim ürəyimcədir. Yəni, bilirsiniz necədir? Saz sənəti, aşıq sənəti, təbii ki, görürsünüz, verilsin açılışında, sonunda mən ifa edirəm. Niyə? Çünki mən aşığam. O sazın sayəsində mən bugünkü gündə Aşıq Namiq kimi bu milyonların qarşısına çıxıram. Saz olmasa mən heç kim idim. Düz demirəm əzizim? Kuboku da gətir. Səni təbrik edirəm, uğurlar sənə. Get, buyur, təbriklər.